Bugün 24 isla yani 24 April biz bizni yani mihman bulup kubul kılgan Kocaeli'nin derince rayonluk Hamid Özdağ İmam Hatip Mektebi'de hoşluş murasımı ötküzdük. Bu bugünkü faaliyette yine bu mektebin özünün 23 April'deki faaliyetini qayta bir təbrikləş proqramı orlaşdırğan olub. Bizning balalarımız yeni bir qıtım yerdə səhni göstərdi. Proqramının axırısı da biz məktəbə təşəkkür bildirib alayda plaket hazırlayan plaketimizni sunduk. Şundaqla səhnədə bütün oxuculara və oxucuların ata-anasına, bizni qəbul qılğan ailələrə özümüzün köp rəhmətlərimizni, minnətdarlıqlarımızı, bizə qucaq açqanlığı üçün verən məmnuniyyətlərimizi bildirdik. Onlardan köp dua salamlar aldık. Şunun bilan biz ata-analar bilan nəhayət qızğın, közü qıymagan halda ayrılıb balalarımız bilan İstanbul'a qarab yolga çıxdıq. Bu yılki fəaliyyətimiz yani her yılki faaliyetlerine qaraganda yanıla nəhayət oңushluq ötdi deb qaraymiz.